Yükləri vermək üçün əvvəla biz yaradırıq daimi yük üçün yük birləşmələri yaratmaq komponentləri yaradırıq. Birinci daimi yük. Buradan seçirik dead load. Üstə gəl. Qar yükü. Seç götürürük short term. Üstə gəl. Külək yükü X istiqamətində. Bu olsun. Külək yükü X istiqamətində. Instant. Y istiqamətində. Külək Y. Seismika X istiqamətində. Y istiqamətində seismika. Seismika Z istiqamətində. Bəzən külək istiqamətində 2x, 2y verirlər, yəni həm sağdan, həm soldan. Aktiv külək, pulsasiya. Biz isə yalnız hələlik ikisini verək. Nəticə dəyişən deyil. Daimi yükə keçirik. Daimi yükü verək proqonlara. Onun üçün proqonları seçirəm. Bu qayda ilə. Proqonlar arası məsafə 1,5 metrdir. Yüklərin yığılmasını mən burada izah eləmirəm. Sadəcə düşünülür ki, yüklər hesablanıb və sendviç panelləri yükü olaraq mən bura daxil edirəm. Məsəl üçün 40 kiloqram yük. Və burada da öz yükünü əlavə edirəm. Add dead weight. Load faktor 1,05. Keçirəm ikinci yükə. Yenə də proqonları aktivləşdirirəm. Qar yükü daxil eləməliyik. Qar yükünü siz yüklər və təsirlər tikinti normasından götürəcəksiniz. Tutalım, hesablanıbdır necəsə və alınıbdır 0,168. Məsəl üçün, Bakı şəhərində qar yükü 80 kiloqramdır. 0,08. Vururuq 1,4 etibarlı misalına. Orada digər misallar da var 0,7 və sadəcə onlara vurmayaq hələlik. Və sonra da vuran proqonlar arası məsafəyə 1,5. Alınır 0,168. Hansını ki biz daxillədik. Bunları bağlayırıq və fayl yaddaşa veririk. Keçirik üçüncü yükə. Külək